Ümumiyyətlə, Fatihə surəsi, yəni Fatihə surəsində Necə İbn Qeyyim rahimehullah Mədəris Səlikində Fatihə surəsində bir neçə firqələrə rədd var. Yəni, başqa ayələrə baxmasan, tək Fatihə surəsində nə qədər firqələrə, İslamda olan firqələrə rəddiyə var. Və mən də bunu oxumuşdum, bilirdim ki, Mədəris Səlikində İbn Qeyyim rahimehullah neçə firqələrə tək Fatihə surəsində olan ayələrlə rədd edib. Və bir dəfə çağırdılar bir rafizini. Rafizi o iddia ilə çağırdılar ki, bu rafizi iddia edirdi ki, biz Allahdan başqasına ibadət eləmirik. Bizim ibadətimiz yalnız Allahadır. Kim deyir ki, biz Allahdan başqasına ibadət edirik? Məgər imamları çağırmaq, yəni köməyə çağırıram, nəsə istəyirəm, bu ibadətdir ki, yəni ibadət başqa şeydir, köməyə çağırmaq, yəni dua eləmək, ey filan kəs, mənə filan şey ver, bu tam başqa şeydir. Bu rafizin etiqadı idi, gəlmişdi münaqişəyə. Və mənə çağırdılar ki, rədd eləyəm bunu. Və gəldim, və indi buna rədd eləməliyəm ki, yəni dua elə ibadətdir. Bu deyir ki, biz ibadət eləmirik Allahdan başqasına, ancaq Allah ibadət edirik. Amma kömək, ikimizlə çağırmağımız, bunun ibadətə nə dəxli var? Və mən dedim ki, buna Fatihə surəsi oxuyuruq namazda. Bilirsən bunu? Dedi, hə, əlbəttə. Dedim, oxu. Və oxudu. Və gəldi çatdı, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Dedim ki, nə deməkdir? İyyəkə nə'bud. Deyir, biz yalnız sənə ibadət edirik. Özü deyir bunu. Biz yalnız sənə ibadət edirik deməkdir. İyyəkə nə'bud. Yəni, soruşuram ki, yəni Allahdan başqasına olmaz da ibadət eləmək. Deyir, hə də, bəs, ayədir. İyyəkə nə'bud. Deyirəm, bəs, və İyyəkə nəstə'in nə deməkdir? Və biz yalnız səndən kömək istəyirik. Ayəni deyir. Deyirəm, bu dediyin ayə var, ha? Sən yalnız Allahdan kömək istəyirsən, qalıb belə. Bildi ki, nə demək istəyirəm artıq? Tutdu söhbəti. İyyəkə nə'bud, yalnız Allah'a ibadət edirik və İyyəkə nəstə'in və yalnız səndən kömək diləyirik. Dedim, sən yalnız Allahdan kömək diləyirsən, yoxsa imamları da çağırırsan? Deyir, imamları çağırıram. Subhanallah. Əslində, necə ibadət edirdiniz? Onda, və İyyəkə nəstə'in və yalnız səndən kömək diləyirik. Başqasından gedib diləyirsənsə, demək, İyyəkə nə'bud, başqasına da ibadət eləmiyorlar. Qalıb, adam şokdadır. Eşitməyib, mahiyyətinə varmayıb ayəni. Gündə oxuduğu ayəni bir dəfə mahiyyətinə varmayıb, fikirləşməyib. Deyir, yox, deyir, sən məni çaşdırdın. Həmin onun ağzından çıxan söz. Sən məni çaşdırdın, deyir. Subhanallah, çaşdırmamışam. Ayə, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Nəstə'in ikinci hissəsi deyirəm, yoxdur səndə. Birinci hissəsi var, deyir, var. İkinci hissəsi yoxdur səndə. Əgər ikinci hissəsi, yəni Allaha istisna edib Allahdan başqasını çağırmaq olarsa, birinci hissəsində də olar. Niyə olmaz ki onda? Onda Allahdan başqasını ibadət edilmək olar da. Yox, sən desən ki, İyyəkə nə'bud, biz yalnız sənə ibadət edirik və İyyəkə nəstə'in və yalnız səndən kömək diləyirik. Bu yoxdur səndə. Yalnız yox, artıq Allahdan başqasından da çağırırsan sən. Və belə rafizlərin şübhəsi batil olur. Ona görə, vallahi, tək Fatihə surəsində nə qədər yerlər var ki, orada nə qədər məqamlar var ki, bidət əhlinin şübhələrinin hamısını rədd edir. Adı bu. Mahiyyətinə varmırlar. Gündə oxuyur, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Sən Allahdan yalnız kömək istəmirsən axı. Sən başqasından da istəyirsən. Hanı sənin bu sözün? Allah'a alladırsan, elə bil. Onu öz anlamında. O elə fikirləşir ki, onda Allah'a alladırsan. Əslində Allah'a aldadmır. Heç kim aldad bilməz Allah'ı. O elə bilir ki, istəmək olar, dediği söz ziddir. Dediği söz ziddir. Aydındır? Onda belə çıxır ki, İyyəkə nə'bud, yalnız sənə ibadət edirik, başqasına da ibadət etmək olar. Yox, tək Allah'a edirsənsə, və İyyəkə nəstə'in, tək də Allah'a çağırmalısan. Və belə rafizi şübhəsi
batil olur. İxlasla.com saytı tərəfindən təqdim olundu.